Salam. Bu videoda Azərbaycanda PayPal hesabı açmaq və istifadə qaydaları haqqında məlumat verəcəyəm. Eyni zamanda bu mövzuda bildiyim və təcrübədən keçirdiyim məqamları da sizinlə bölüşəcəyəm. İlk növbədə qeyd edim ki, bildiyiniz kimi Azərbaycanda PayPal yalnız bir tərəfli işləyir. Yəni pul qəbul etmək mümkün deyil. Buna görə də xarici PayPal hesabı açmaq lazımdır. Xarici PayPal hesabı açmaq çox sadədir. İstədiyiniz ölkəni VPN vasitəsilə seçib qoşulursunuz və qeydiyyatdan keçirsiniz. Ancaq burada diqqət edilməli məqamlar var. Xarici PayPal hesabını özünüz VPN ilə açsanız belə, həmin hesabınıza yalnız VPN vasitəsilə daxil olmalı olacaqsınız. Çünki fərqli ölkələrdən giriş olduqda PayPal şübhəli giriş cəhdlərini müəyyən edərək hesabınızı və oradakı vəsaitinizi bloklaya bilər. Həmçinin sizdən müxtəlif sənədlər tələb oluna bilər. Əgər biznes hesab açmısınızsa, şirkətinizə aid sənədlər, yaşadığınız ünvan və pasportunuz tələb oluna bilər. Bu sənədləri təqdim etmədikdə və ya yanlış göndərdikdə hesabınızdakı vəsaitə 180 günlük blok qoyula bilər. Hesaba hər dəfə VPN ilə daxil olsanız belə, balansınız $300-400 keçdikdə yenə də sənəd təsdiqi tələb oluna bilər. Bu məhdudiyyətləri aradan qaldırmaq üçün hesabınızı tam şəkildə təsdiqləməlisiniz. Bizim təklif etdiyimiz xidmətdə isə sizin üçün ödənişli PayPal hesabı açırıq. Bu PayPal hesabı xaricdə açılır və sizin adınıza olan məlumatlar əsasında qeydiyyatdan keçirilir. Yəni sizin təqdim edəcəyiniz Gmail, ad, soyad, telefon nömrəsi və ünvan əsasında hesab yaradılır. PayPal hesabı xaricdə açılsa da hesabın ölkəsi həm xarici, həm də Azərbaycan kimi görünür və VPN istifadəsinə ehtiyac qalmır. Gələcəkdə sənəd təsdiqi tələb olunduqda öz sənədlərinizlə təsdiqləmə apara bilirsiniz. Vəsait çıxarışı isə Azərbaycan bankına aid kart vasitəsilə həyata keçirilir. PayPal məbləğdən asılı olmayaraq $5 komissiya tutur. Azərbaycan bankları isə 1-2% komissiya tətbiq edir. Daha ətraflı məlumat üçün Telegram və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz.